Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. Mən bugün sizə Azərbaycanda Cəlairlərin və Teymurlərin hakimiyyəti mövzusunun izahını verəcəm. İlk növbədə gəlin Cəlairlərlə başlayaq. Əvvəlki məlumatları xatırlayaq, hansı ki Azərbaycanda hakimiyyət uğrunda, yəni Hülakülər səltənəti uğrunda mübarizədə Cəlairlər, Çobanilər və bir də Şirvanşahlar mübarizəyə qoşulmuşdu və Cəlairlər bu mübarizədə məğlub olmuşdu, Çobanilər qalib gəlmişdi və Elxaniləri öz adından idarə etməyə başlamışdı. Həmin o Cəlairlər, hansı ki Çobanilərə məğlub olandan sonra, xüsusən də Cəlairlər bu sülalənin banisi Şeyx Həsən Cəlairi, Şeyx Həsən 1340-cı ildə məhz Çobanilərə məğlub olandan sonra Bağdada çəkilir və paytaxtı Bağdad olan Cəlairi dövlətini yaradır. Baxın, Cəlairlərin hakimiyyəti Azərbaycanda 1359-dan başlayır. Dövlətin özü isə 1340-cı ildə yaranmışdı. Paytaxt isə Bağdad şəhəri olmuşdu. Şeyx Həsən Cəlairdən sonra mən danışmaq istəyirəm Şeyx Üveysdən. Şeyx Üveysin hakimiyyət dövründə isə 1359-cu ildə Təbriz tutulur və paytaxt Bağdaddan köçürüləcək Təbrizə 1359-cu ildə. Yəni, Kür çayına qədər olan ərazilər artıq Cəlairlər tərəfindən tutulacaq. Niyə Kür çayı? Çünki hələ Şirvanşahlar dövlətini özünə tabe etməmişdi. Nəhayət, 1367-ci ildə isə Şirvanşahlar dövlətini tabe edir Şeyx Üveys və beləliklə Azərbaycanı bütünlükdə, belə deyək də, işğal edirlər. Şeyx Üveysin hakimiyyəti dövründə Təbrizdə Dövlətxana adlı bir saray inşa olunur. Dövlətxana sarayı inşa olunur Təbrizdə. Eyni zamanda abadlıq işləri görülür, suvarma kanalları bərpa edilir və islahatlar həyata keçirilir. Və Şeyx Üveysin dövründə həyata keçirilən islahatlar nəticəsində mərkəzi hakimiyyət güclənmişdi və iqtisadiyyatda isə müəyyən qədər dirçəlmə baş vermişdi. Şeyx Üveysin ölümündən sonra, ondan sonra isə Sultan Əhməddən danışmaq istəyirəm. Sultan Əhmədin dövründə artıq Azərbaycan feodallar artıq mərkəzi hakimiyyətə qarşı çıxmağa başladılar. Mərkəzi hakimiyyət Sultan Əhmədin dövründə zəiflədi və Azərbaycana artıq Toxtamışın və Teymurun yürüşləri baş verdi. Bu mənim Cəlairlər belə deyək, dövləti haqqında verdiyim qısa məlumat. Cəlairlər dövləti 1410-cu ilə qədər mövcud olmuşdu. İndi isə Toxtamışın yürüşündən danışmaq istəyirəm. Hansı ki Sultan Əhmədin dövründə 1385-ci ildə məhz Qızıl Ordu hökmdarı Toxtamış Azərbaycana yürüş edir. Gəlin görək, Qızıl Ordu dövləti təxmini olaraq hansı bölgədən, hansı ərazidən Azərbaycana yürüş edəcək? Təxmini olaraq xəritəmizi belə qeyd edək. Bu bizim Urmiya gölümüz. Aha, bu Araz çayı, bu da Kür çayı və Qızıl Ordu şimaldan gələcək. Yəni şimalda yerləşirdi. Qızıl Ordu. Biz Qızıl Ordunun hücumlarına şimalda məruz qalmışıq. Və 1385-ci ildə Toxtamış, Qızıl Ordu hökmdarı Toxtamış Azərbaycana yürüş edir və gəlir Təbriz şəhərini tutur. Təbriz təxmini harada yerləşirdi? Təbrizi Urmiya gölünün təxmini yuxarısında Təbriz, aşağıda Marağa, təxmini Təbrizlə üz-üzə bir qədər yuxarıda isə Ərdəbil şəhərini götürə bilərik və Təbrizi görür ki, artıq Təbriz əhalisi müqavimətə hazırlaşır, müqavimət göstərir Toxtamışa. Toxtamış da hiləyə əl ataraq güya sülh bağlayacaq, buna görə də əhali silahı yerə qoyur, Toxtamışa inanır, amma Toxtamış təbii ki öz sözünü tutmur və əhalini qılıncdan keçirir, şəhəri dağıdır, çoxlu qənimətlə ölkəni tərk edəcək. Niyə? Çünki eşidir ki, Əmir Teymur yürüş edir. Teymurun yürüş xəbərini aldıqda Toxtamış Azərbaycanı 1385-də tərk edəcək. Buna qədər gəlin görək Qızıl Ordu Azərbaycana bundan əvvəl hansı dövrlərdə yürüş etmişdir? Ümumiyyətlə, ta Hülakilərin dövründə, Hülaki xanın dövründə Qızıl Ordunun ilk hücumları başlamışdı. Hülakilərlə də Qızıl Ordu əsasən Azərbaycan torpaqları uğrunda mübarizə aparmışlar. Daha sonra biz Hülakilərdə Əmir Çobanın dövründə, yəni hökmdar Əbu Səid idi. Sadəcə Əbu Səidin yaşı az olduğuna görə Əmir Çoban hakimiyyəti ələ keçirmişdi və 1318-ci ildə Qızıl Ordu, belə deyək də, Özbək xan Azərbaycana hücum edir və Əmir Çoban onu məğlub etmişdi. Növbəti Qızıl Ordunun hücumu 1335-ci ildə olmuşdu. Bu zaman ilə Əbu Səid özü Qızıl Ordunu, Özbək xanı məğlub eləmişdi. Növbəti yürüş isə 1357-ci ildə olmuşdu. Bunda isə Qızıl Ordu hökmdarı Canıbaya gəlmişdi və Canıbayın gəlişi ilə Hülakülər dövləti sübut etmişdi. Azərbaycan uğrunda hansı ki o Çobanilərin də ağalığına, həmin o səltənətə də son qoyulmuşdu. Bu Qızıl Ordunun hücumları da Azərbaycana.
Daha sonra mən Əmir Teymurun yürüşləri haqqında danışmaq istəyirəm. Əmir Teymur Azərbaycana 3 dəfə yürüş edib. Gəlin illəri qeyd edək. Birinci yürüş 1386-dır. İkinci yürüş 1392 və üçüncü yürüş isə 1399-cu illəri əhatə edir. Hər dövrün, hər yürüşün özünə məxsus xüsusiyyəti var. Birinci yürüş 1386-da bu yürüş 3 illik yürüşün tərkib hissəsi idi. Yəni 3 illik deyəndə Teymurun 3 illik yürüşü adlanan illəri 1385 və 88-ci illərə əhatə edirdi 3 illik yürüş. Azərbaycan isə 1386-cı ildə yürüş etmişdi və gəlir, Təbrizi tutur və Azərbaycan çox hissəsi tutulur. Şirvanşah hökmdarı, bu zaman təbii ki Şirvanşahlar dövləti mövcud idi və Şirvanşah hökmdarı bu ərazidə Şirvanşahlar dövləti mövcud idi. Və Şirvanşahlar hökmdarı 1-ci İbrahim idi. İbrahim gəlir Qarabağa, təxmini bura. Qarabağa gəlir Teymurun hüzuruna və Teymura itaətini bildirir, ondan asılığı qəbul edir. Və beləliklə Şirvanşahlar Teymurlara müqavimət göstərmədən tabi olur. Teymurun birinci yürüyüşü zamanı tutulmayan yeganə bir ərazi var ki, bu Əlincə qalası idi. Əlincə qalası isə Naxçıvanda yerləşirdi. Əlincə, təxmini bu ərazidə idi Əlincə qalası və Əlincə qalasından başqa birinci yürüyüş zamanı bütün ərazilər tutulurdu. Teymur Azərbaycanı tezliklə tərk edir. Niyə tərk edir? Çünki 1387-ci ildə həmin bu Qızıl Ordu hökmdarı Toxtamış Teymurun ərazisi olan Buxara və Səmərqəndə yürüş edir. Toxtamışın Buxara və Səmərqəndə yürüş etməsi nəticəsində Teymur Azərbaycandakı belə deyək də yürüşü yarımçıq saxlayır və qayıdır ölkəsinə. Və Toxtamışın belə deyək də növbəti dəfə məğlub etməsi isə məhz 1395-ci ildə Terek döyüşü zamanı baş vermişdi. Ona qədər isə mən ikinci yürüş haqqında məlumat vermək istəyirəm. Yəni birinci yürüş belə deyək də Azərbaycanda qısa müddətdə həyata keçirməsinin səbəbi məhz Toxtamışın Teymurun ərazilərinə hücum etməsi idi. Buxara və Səmərqənd. Ona görə də Teymur 1387-ci ildə ölkəni tərk gedib bu şəhərləri qorumuşdu, müdafiə eləmişdi. Və Azərbaycandan gedərkən Azərbaycanın idarəsini oğlu Miran Şahı tapşırmışdı. Bu dövrdə Təbriz Azərbaycanın asarı hesab olunurdu. Çünki həm yerli feodallar üçün, həm də Əmir Teymur üçün böyük önəm kəsb edirdi. Əmir Teymurun ikinci yürüyüşü 1392-ci ili əhatə edir və onu da qeyd edim ki, birinci yürüyüş zamanı Şəki hakimi, təxmin də Şəkini də qeyd eləyək. Şəki hakimi Seyid Əli itaətə gətirilir. Yəni Seyid Əli də tabe edilir. İkinci yürüyüş zamanı da yenə də Azərbaycanın böyük bir hissəsi ələ keçirilir, yalnız Əlincə qalasından başqa. Və bu zamanda Şəki hakimi Seyid Əli də itaətə gətirilir, yəni Şəkidə tabe edilir. Deməli, Təbrizdə tutulur, Bağdad dağıdılır və Gürcüstan isə zəbt edilir. Deməli, ikinci yürüyüş zamanı Əlincə qalasından başqa bütün ərazilər yenidən işğal olunur, Şəki hakimliyi tabe edilir, Bağdad dağıdılır, Gürcüstan isə zəbt olunur. Və bundan sonra Şimali Qafqaz istiqamətində Əmir Teymur yürüşlərə başlayır və 1395-ci ildə Terek döyüşü baş verir. Kimlər arasında? Qızıl Ordu ilə Teymurlar arasında, yəni Toxtamışla Əmir Teymur arasında. Və bu döyüşdə Əmir Teymur qalib gəlir və Qızıl Ordunun şərq vilayətlərini tutur və Azov qalasına qədər bütün belə deyək də Qafqazın böyük hissəsini ələ keçirmiş olur. 1395 Terek döyüşündən sonra isə 1398-ci ildə Teymur məhz Hindistana səfər edir və Dehli Sultanlığını özünə tabe edir. Hindistan səfərindən qayıdandan sonra isə 1399-cu ildə Azərbaycana 3-cü dəfə yürüşə başlayır. Və Teymur 3-cü dəfə yürüşə məhz Şəki üzərində yürüşlə başlayır. Hansı ki, Şəki hakimi bu zaman Seyid Əli deyildi. Çünki Seyid Əli ikinci yürüş zamanı hansı ki, Əlincə qalasının müdafiəsində, yəni Cəlairlərə kömək edərkən həlak olmuşdu və onun yerinə Seyid Əlinin oğlu Seyid Əhməd gəlmişdi və Seyid Əhməd bu şəxs Şirvanşah hökmdarı 1-ci İbrahimin köməkliyi ilə Əmir Teymura öz itaətini bildirmişdi. Yəni Əmir Teymura belə deyək də tabe olmuşdu. Kimin dəstəyi ilə? Şirvanşah 1-ci İbrahimin dəstəyi ilə və Əmir Teymur da Seyid Əhmədi də bağışlamışdı, onun atasının günahlarını da bağışlamışdı. Üçüncü yürüyüş zamanı Əlincə qalası məhz 14 il müqavimətdən sonra 1400-cü ildə tutulur. 1400-də Əlincə qalası ələ keçirilir.
Gəlin belə bir sual verək. Niyə Əlincə qalası bu qədər ciddi müdafiə olunurdu və niyə Əmir Teymur belə deyək də bu qalaya önəm verir? Gəlin bundan danışaq. İlk növbədə deyim ki, Əlincə qalası 9-cu əsrə aid olan bir memarlıq abidəsidir, bir qaladır. Və Əlincə qalasının bu qədər ciddi müdafiə olunmasının səbəbi məhz Cəlairi dövlətinin xəzinəsinin bu qalada yerləşməsi ilə bağlı idi. Və buna görə də Əlincə qalasını qoruyan bir qrup şəxs vardı. Gəlin o şəxslərin adlarını qeyd edək. Əlincə qalasını müdafiə edən Sultan Əhmədin oğlu Sultan Tahir, sonra Hacət Cövhər, Əmir Altun, Gürcü hökmdarı 7-ci Georgi, Şirvanşah 1-ci İbrahim, Şərqə hakimi Seyidi Əli və Hürrifilik cərəyanının nümayəndələri məhz belə deyək də Əlincə qalasının müdafiəsində Cəlairlərə təslim olmuşdu. Və Əlincə qalasının Teymur asanlıqla tuta bilməməsinin səbəbi də məhz qalanın yerləşdiyi coğrafi mövqe idi ki, bu da Əmir Teymur üçün çətinlik yaradırdı. Bu da Əmir Teymur 1405-ci ildə Çinə səfəri zamanı ölür və bundan sonra artıq 1-ci İbrahim öz siyasətini dəyişir. Çünki əvvəllər getmişdi Qarabağa 1386-cı ildə İbrahim və Teymurlərdən asılılığı qəbul etmişdi. Sonra isə siyasətini dəyişir və Teymurlara qarşı mübarizəyə başlayır. Bundan sonra artıq Teymurun ölümündən sonra Azərbaycanın belə deyək də Kür çayına qədər olan əraziləri məhz belə deyək, Teymuri Miranşahın oğlu Mirzə Ömər tərəfindən idarə olunurdu. Bu mövzu haqqında izahım bu qədər. Dinlədiyinizə görə təşəkkür edirəm.